Salam, sizinlə maraqlı bir sualın həllini paylaşmaq istəyirəm. Bizə verilib A çıxılsın 4 böl kök altında A bərabər 17 və A çıxılsın 4 kök altında A-nı soruşur. Yəni 4 ilə kök altında A-nı necə bir yerə gətirə bilərəm? Bunu araşdıracağım. Belə bir şey eləyək. 17-nin içərisində 4-ün kvadratının yerləşdiyini bilirik. Ona görə bu ifadəni A çıxılsın 4 böl kök altında A bərabərdir. 17-nin yerinə 4-ün kvadratı plus 1 yaza bilərik. Və bundan sonra da 4-ün kvadratını sol tərəfə keçirsəm, yerini dəyişdiyi üçün işarəsini dəyişəcək əlbəttə ki, olacaq A çıxılsın 4-ün kvadratı bərabərdir. Mənfi 4 böl kök altında A-nın da yerini dəyişib sağa atsam, olacaq 1 üstə gəlinsin 4 bölünsün kök altında A. Və buradan da mən A-nın yerinə kök altında A-nın kvadratı yaza bilərəm. Onsuz da kvadratla kök aparırdı bir-birini. Çıxılsın 4-ün kvadratı bərabərdir. 1 plus 4 bölünsün kök altında A. Sol tərəfdəki ifadə bizə müxtəsədəki kvadratlar fərqini xatırladır. Yəni mən bunu bir dəfə fərq, yəni kök altında A minus 4, bir dəfə də cəm kimi yaza bilərəm. Kök altında A plus 4. Sağ tərəfdə də sadələşmə aparsam, ortaq məxrəc seçəcəm. Kök altında A çıxacaq ortaq məxrəc. 1-in məxrəci 1-dir. Ümumiyyətlə, bütün tam ədədlərin məxrəci 1-dir. Onda mən elə 1-in özünü kök altında A-ya vuracam. Olacaq kök altında A plus 4. Və hər tərəfdə kök altında A plus 4 vuruğunun ortaq olduğunu görürəm. Bu sıfırdan fərqlidir. Hər tərəfi kök altında A plus 4-ə böləcəm. Sol tərəfdə qalacaq kök altında A minus 4. Sağda qalacaq. Sürətdə özünə bölündü. 1 qaldı. Bölünsün kök altında A. Və belə bir bərabərlik alanda çarpaz vura bilərik. Yəni elə mən buradan kök altında A-nı vuracam. Kök altında A minus 4-ə çarpaz olaraq qalacaq bərabər 1-ə. Kök altında A-nı kök altında A-ya vursaq, olacaq kök altında A-nın kvadratı minus kök altında A-nı 4-ə vursam, 4 kök altında A bərabərdir 1-ə. Və kök altında A-nın kvadratı ilə bizə A-nı verəcək. A çıxılsın 4 kök altında A bərabərdir 1-ə. Bizdən də soruşulan onsuz bu idi. Yəni cavab olacaq A variantı.